Məntiq sizi A'dan Z'yə aparar, xəyal gücü isə hər yerə. Einstein. Müəllimi onu qovdu, anası evliliyinə qarşı çıxdı. Albert Einstein'in maraqlı həyat hekayəsi. Albert Einstein 1879-cu ildə Almaniyadan anadan olub. Hələ 1 yaş olarkən ailəsi ilə birlikdə Münhenə köçüb. O, danışıq qabiliyyəti baxımından bacı qardaşlarından və yaşlılarından geri qalırdı. Daha həlim 9 yaşına qədər nitq çətinliyi yaşadığından ailəsi narahat olaraq onu həkimə aparmışdı. Elmə marağı 5 yaşında olarkən atasının ona hədiyyə etdiyi kompasla başlayıb və sonraki illərdə daha da güclənib. 9 yaşında başladığı məktəbdə bəzi fənlərdə geridə qalsa da, bəzilərində uğur qazanıb. Xüsusilə riyaziyyat onun ən yaxşı nəticə göstərdiyi fənlərdən biri olub. 12 yaşında əmsi tərəfindən ona verilən cəbir kitabını qısa müddətdə mənimsəməsi gələcəkdə əldə edəcəyi böyük uğurların ilk işarəsi sayılırdı. Ailəsinin maddi vəziyyətinin pisləşməsi səbəbindən Einstein İtaliyaya köçüb. O, 1896-cı ildə Almaniya vətəndaşlığından çıxıb və 1901-ci ilə qədər vətəndaşlığı olmayan şəxs kimi yaşayıb. Nəhayət, həmin il İsveçrə vətəndaşlığını qəbul edir. 1940-cı ildə isə Amerika Birləşmiş Ştatları vətəndaşı olur. Universitet illərində fəlsəfəyə böyük maraq göstərən Einstein eyni zamanda elmi araşdırmalarla da ciddi şəkildə məşğul olmağa başlayıb. Lakin onun universitet professorlarla münasibətləri hər zaman yaxşı olmayıb. Einstein həyatında maraqlı hadisələr də az olmayıb. Məsələn, universitet vaxtından çox sevdiyi bir müəllimini illər sonra ziyarətə gedib, amma müəllimi onu tanımayıb. Üst başının səliqəsizliyi, saçının dağınıqlığına görə dilənçiyə bənzədərək qovub. Hətta bir çox önəmsiz görüşlərə özünə çox bənzədiyinə görə sürücüsünü göndərdiyi belə deyilir. E bərabərdir M vurulsun C kvadrat düsturunu kəşf edən və bütün dünyada bu düsturla tanınan Einstein eyni zamanda Nobel fizika mükafatının laureatıdır. Nisbilik nəzəriyyəsi ilə dünya şöhrəti qazanan alim fizika sahəsindəki fəaliyyəti ilə yanaşı, siyasi baxışları və dini mövzulara dair fikirləri ilə də maraq doğuran şəxsiyyətlərdən biridir. Einsteinin şəxsi həyatı da kifayət qədər maraqlı və mübahisəli olub. O, Serbəsilli Mileva adlı qadınla sevgi münasibəti yaşayıb və anasının qəti etirazına baxmayaraq onunla evlənib. Bu nikahdan Hans və Eduard adlı 2 oğlu dünyaya gəlib. Anası isə ömrünün sonuna qədər Milevanı qəbul etməyib. İllər sonra Einstein ikinci dəfə özündən 3 yaş böyük olan xalası qızı Elza ilə ailə həyatı qurub. Einstein uşaqlıq illərindən Mozart və digər klassik bəstəkarların əsərlərini dinləməyi çox sevirdi. Hətta evdə musiqi təhsili də almışdı. O xatirələrində qeyd edirdi ki, əgər fizik olmasaydı, böyük ehtimalla musiqiçi olardı. Einsteinin yazdığı və ona ünvanlanan məktubların əhəmiyyətli hissəsi Qüdsdəki universitetlərdən birinin arxivində qorunur. Alimin ögey qızı bu məktubların yalnız onun ölümündən 20 il sonra ictimaiyyətə təqdim olunmasını vəsiyyət etmişdi. Einsteinin qızı Margot isə 1986-cı ildə dünyasını dəyişir. Həyatını düşünməyə, sorğulamağa və elmə həsr edən Einstein 76 yaşında Amerika Birləşmiş Ştatlarının New Jersey ştatında vəfat edib.